Və bu tapşırığa baxırıq. Bu tapşırıqda nə istəyir? X, Y, Z onluqdadır. Burada 8-likdə və 6-lıqda verilən say sistemində müxtəlif rəqəmlərdir. Müxtəlif say sistemində verilmiş 3 rəqəmli ədədlərdir. Və bu 3 rəqəmli ədədlər üzərində xətti onun 3 rəqəmli ədəd olduğunu göstərir. Bunun cəminin ala biləcəyi ən böyük qiyməti, yəni X, Z-i, Y 16-lıqda onluğa çeviririk. Və deyir ki, burada X, Y, Z-in bir-birindən asılı deyil, fərqli rəqəmlərdir. Bunun üçün nə edirik? Əvvəlcə gəlin bunları müxtəlif say sistemində olan ədədləri bir yerə yığaq. Demək, Y, Z onluqda üzərinə gəlirik. Y, Z, X 8-likdə və üzərinə gəlirik. Z, X, Y 6-lıqda. Yəni, bunlar 3 rəqəmlidir. Bunları yığırıq bir yerə. Bunları bir yerə yığmaq üçün X-i vururuq onun kvadratına. Niyə onun kvadratına? Çünki 0, 1, 2 yazırıq ona görə. Üzərinə var. Y-i vururuq ona və üzərinə gəlirik Z-i. Yenə eyni qayda ilə 0, 1, 2 Y vururuq 8-in kvadratına. Üzərinə gəl. Bir dəqiqə bu fokuslansın. Bu niyə fokuslanmadı ki? Z-i vururuq 8-ə və üzərinə X gəlirik. Və keçirik bura. Burada üzərinə gəlirik. Burada 0, 1, 2 yəni Z vurulsun 6-nın Z-in üstündə neçədir? 2-dir. 6-nın kvadratı üstə gəl. X-in üstündə 1-dir, 6-dır. X vururuq. 6-nın üstündə 1-dir. Biz 1-i çox vaxt yazmırıq, yəni ehtiyac yoxdur. Burada da Y vururuq. Y vururuq. 6-nın üstü 0-a. Bu da 1 olduğuna görə ümumiyyətlə bunu da çox vaxt yazmırıq. Heç ehtiyac da yoxdur yazmaq. Yığaq bir yerə hamısını. 1x-imiz buradadır. 1x-imiz haradadır tapaq. Biri burada, biri haradadır, biri də buradadır.